Salam, xoş gördük hamınızı yeni vlogda. Uşaqların ürəyi paytaxt salatı istədi. Getdilər, yazdım içinə nə gedir. Getdilər atasından almağa, içinə lazım olanları. Mən də dedim ona kimi yumurtanı qoyun bişsin. Yumurta azdır, 6 dənədir. Yazdım alsınlar, əlavə eləyim. Bunları hələ ki qoyun, amma qoymayacağam bişsin. İstəyirəm ikisini də əlavə eləyim üstünə. Çünki bunun hamısını içinə vura bilməyəcəm. Bişəndən sonra uşaqlar bir də görsün istəyirlər. Götürüb yeyirlər, az qalır. Ona görə artıq eləyirəm həmişə. İndi qoyun bunu gətirəndə yenə üstünə əlavə eləyim. Geyim kartuşka da gətireyim. Kartuşka burada bir dənə qalıbdır. Gedim bunun üstünə əlavə eləyim. Sarayda biz qoyuruq, üstünü pükürük. İndi geyim oradan kartuşka da gətireyim. Aldılar, gətirdilər. Görüm hamısını alıblarmı? Mayonez demişdim, 2 dənə belə alıblar. Mən bankadakını sevmirəm, çünki bankanın dibinə yapışır. Onu oradan çıxartmaq da çətin olur. Amma bunu sıyırıram. Tamam, içində nə var həmişə çıxır. Özdə həmişə bu mayonezdən alırıq. Bu olivkalı, zeytunlu. Çox dadlı olur o. Bir dənə də belə demişdim, smetana alsınlar ki, smetanla, yarısını da smetanla eləyəcəm. Yarısını deyəndə birazında, yarısından biraz az smetanla da eləyəcəm ki, mayonez qatmayım. Qarıq alıblar. Bir də demişdim, qağdalı alsınlar. Çünki qağdalı da qatıram. Qaruqla birlikdə qağdalı da qatıram. O çox yaxşı olur. Belə üstündə hədiyyə olanı alıblar. Onun keçən dəfə də belə almışdıq. Bunun dadı elə də yaxşı olmur. Ona görə bundan da alıblar ki, bunu vuraq içinə. Bunun dadı daha yaxşı olur bu qağdalının. Bu üstündə elə dadı yaxşı deyil deyə üstündə hədiyyə qoyublar ki, alınsın. Şüyüd demişdim. Bir dəstə şüyüd alsınlar. Bir də xiyar demişdim. 3-4 dənə xiyar alsınlar ki, ancaq içinə vurum. Belə uşaqlar çox yeməsinlər də. Bu vaxtın xiyarı elə də yaxşı olmur. Ona görə az demişdim alsınlar. Yenə kök. Kökümüz evdə var, amma azdır sadəcə. Buradadır bu qədərdir. Özüm xalazinika qoymuram, çünki uşaqlar tez-tez istəyirlər. Xalazinikdə də soyuq olur. Elə burada şkafda qoyuram, qalsın. Bir də toyuğun döşəti. Bu da buzdur. İşte onu gərək qoyum da onu açılsın tez suda. Donubdur, buzdur. So, indi də gedim hələ şeyi də gətirim. Şoraba xiyarı da gətirim ki, içinə vurmağa. Bir də yumurtanı qoyum bişsin. Yumurta əlavə eləyim üstünə 2 dənə. Qoydum burada istansın. İkisini əlavə eləyim. İnşallah ki, çat olmazdır. 8 dənə yumurta bəsdir. Yumurtanı da qoymuşam, həmişə kimi içində çat var imiş. Yumurta da hazırdır. Onu götürüm. İndi suyunu tökəcəm üstünə, soyuq salacam, soyusun. Kartuşkanı da belə doğramışam. Mən həmişə belə eləyirəm də, doğrayıram. Bişir, elə daha yaxşıdır. Bişəndən sonra doğrayanda belə kley kimi elə yapışır. İndi biraz da içinə duz tökəcəm. Duzla bişsin. Onda elə bir duz kartuşkanın içinə hopur. Daha belə kartuşka dadlı olur. So. İndi bu da belə bişsin. Sonra başqa görüm nə edirəm. Burada da markovu təmizləmişəm, kökü. İndi bunu da biraz nazik-nazik eləyim ki, tez bişsin. Hazır elədim, axır ki bitirdim. Bu smetanlıdır. Bu da mayonezlidir. Bir yekə qazanda elədim, sonra götürdüm belə ayrı-ayrı qatdım. Uşaqlar da çəkmişəm yesinlər, çünki çox sevdilər axır vaxtı. Balaca olanda heç dadına belə baxmırdılar, xoşlandılar. İndi dadını biləndən sonra əl çəkmirlər hər dəfə ki, bundan istəyirik. İndi ağızlarını bağlayım, qoyum soyuducuya, sabaha lap dadlanacaq, bir-birinə dadı qarışacaq, lap dadlı olacaqdır. Bu günlərim yükü də tökdüm. Dedim evdəykən bu vacibli işlərdən görüm. Çünki baxıram ki, yük biraz belə tökülmüşdü. Altından nəsə götürəndə, adyal falan belə yorğan götürəndə tökülmüşdü, dağılmışdı döşəklər olan yeri. Ona görə biraz səliqəyə saldım belə. İndi də burada da xeylaq var. Qoymuşam bura ki, indi bunları da hamısını
yığmalıyam yerinə səliqənə. Bunları aparım çırpım, bu üstünə saldıqlarımızdır. Bunları da səliqənə yığım yerinə. Elə dedim bugün səhərdən başlayayım ki, axşama kimi yavaş-yavaş eləyim. Çünki axır vaxtı bu noyabrdakı xəstəlik tutduq, bu pis xəstəlikdən. Qrip deyildi, bu nəsə başqa bir xəstəlik idi. Ondan sonra nəsə elə bir belə gücsüzləşmişəm, gücüm yoxdur elə bir. Ona görə çox şey eləyə bilmirəm bir dəfəyə. Dedim elə bu yükü belə töküm bir günə yavaş-yavaş yığım. Birazını yığmışam belə gördüyünüz kimi. O birisiləri də yavaş-yavaş gətirim yığım. Həm də buranı biraz səliqəyə salım. Burada belə stolları zadı yığmışıq. Onları biraz səliqəyə salım. Hər şeyi. Yük hazırdır. Yenə biraz da olsa səliqəyə düşdü. Yoxsa bunun hamısı gəlmişdi, tökülmüşdü. Belə divara dəyib dayanmışdı. Hamısı demək olar ki, tökülmüşdü. Belə səliqəyə saldım. Yenə biraz da olsa. Onsuz da indi yenə açacağıq. Onsuz da hardasa bir 2-3 həftə yəqin ki, yenə açacağım ki, buradan acalları çıxardım. Çünki ucu havalar isinir. Yorğanla yatmaq biraz istidir. Ona görə yəqin ki, yenə açacağım, az qalıb. Bu pakrivalı da sizə göstərim. Bəlkə də bundan çox adamın evində olub o vaxtı. Bizdə bibigildə var idi, bibimgildə yadımdadır. Kravatın üstünə salırdı. Bundan yəqin ki, o vaxtı çox adamda olubdu. Çox qəşəng pakrivalda, xoşum gəlir bundan. Bəzəkləri də qəşəngdir. Bugün də belə kurabiyələr pişirdim. Elə bir ki, paşlı xəmiri eynidir. Sadəcə buna biraz qatıq qatmışam ki, bunu qoyanda balaca qoyuram. Bu belə bişəndə yayılır. Amma buna biraz qatıq, biraz da unu artıq elədim ki, bu yayılmasın. Elə belə də qalsın. Arasına belə üstünə cem qoyanda xoşum gəlir. Biraz da burada götürmüşəm bunu. İşdə aparım, sabahdan iş başlayır. Mən əslində gedirdim, sadəcə Sarayla gedirdim deyə heç cür oturub nəsə çay içmək alınmırdı. İndi bunu biraz da artıq elədim ki, sabah özümdən aparım orada oturaq, çay içək inşallah. Samovar çay eləyirik deyə hər gün evdəyik deyə samovar çay eləyirik. Ona görə belə tez-tez şirniyyatlar bişirirəm ki, çayla içək. Sonra onsuz da iş başlayanda nəsə halım olmur, axşam artıq 5-də gəlirəm evə, 5-dən sonra da nəsə eləməyə heç vaxtım olmur, başqa işlər görürəm. Ona görə bayram günlərində bunlardan bişirdim ki, çayla içək.